Salam əziz izləyicilər, 5-ci sinifin 2-ci hissəsinin səhifə 41 çalışma həllərlə davam edirik. Birinci sualda AOB açıq bucaq olarsa, bütün qonşu bucaqları və onların ortaq tərəfini yazın. A bəndində. Deməli, qonşu bucaqların cəmləri 180 dərəcədir və açıq bucaq üzərində qurulduğuna görə artıq biz bilirik ki, cəmləri 180 dərəcə olmalıdır. Bucaq AOC və bucaq BOC. Bunu biz bucaq AOC-də yaza bilərik və yaxud da bucaq COA da yaza bilərik. Həmçinin bunu da BOC-də yaza bilərik, COB-də yaza bilərik. Bir fərqi yoxdur. Və bizdən soruşur ki, onların ortaq tərəfini yazın. Ortaq tərəf də hansı şuadır? OC şuası. OC. B bəndində. B bəndində AOD. Əgər AOB açıqdırsa, bucaq AOD və BOD qonşudur. Həmçinin bucaq AOF ilə AOF və bucaq BOF. Bunlar qonşudular. Ortaq tərəfləri isə AOD və BOD-də ortaq tərəf. Bunu ox işarəsi ilə göstərəcəm. Hər dəfə ortaq tərəf sözünü yazmamaq üçün. DO-dur və yaxud da OD şuasıdır. AOF və BOF-də isə ortaq tərəf OF şuasıdır. C bəndində AOD bucaq AOD və AOD-ni əgər götürmüşüksə, digər tərəfinə BOD yaza bilərik qonşu olması üçün. O zaman ortaq tərəf OD şuası olacaq. Və yaxud da BOL bucaq BOL və bucaq LOA. Bunlar da qonşudurlar, çünki bu bucaqla cəmi 180 dərəcə olur və ortaq şua isə OL şuasıdır. Ortaq tərəf isə OL şuasıdır. Şua da deyə bilərsiniz, ortaq tərəf də deyə bilərsiniz. Şimdi çalışmaya keçək. Qonşu bucaqları müəyyən edin. Qonşu bucaqların cəmləri 180 dərəcə olmalıdır. Baxaq görək, bunlardan hansının cəmi 180 dərəcə olur. İkinci çalışmada. %48 və A bəndi deyək bunu. 48 və 132-ni toplayaq. 48 və 132-ni topladıqda bizə verəcək 180 dərəcə. Deməli, bunlar qonşu ola bilər və qonşu bucaqlardır. Bucaq KAL və bucaq LAB. Oldu qonşu bucaqlar. B bəndinə baxaq. 92 və 72-ni toplayaq. 164. Cəmləri 180 dərəcə olmadığına görə B bəndi qonşu bucaqlar olmayacaq. C-nə baxaq. Verilən bucaqları toplayaq. Görək 180 dərəcə verir, yoxsa yox. 85, 65 və 30-u toplayaq. 85 və 65-i topladıqda 150. Üzərinə də 30 gəldi, 180. Bəli, 180 olduğuna görə deməli bu MSL açıq bucaqdır. MSC daha doğrusu açıq bucaqdır və açıq bucağın üstündə də şualar çəkə bilərsiniz. Orada qonşu bucaqlar yaranıb. Baxaq hansı qonşu bucaqlar var. Məsələn, MSD və MSD DSC-yə qonşudur. DSC və yaxud da CSU və USM. Bunlar da qonşudurlar. Cəmlərini topladıqda 180 dərəcə verir.
Üçüncü çalışmaya keçək. SAT 180 dərəcə olarsa ölçüsü verilən bucağa qonşu bucağın dərəcə ölçüsünü tapın. Deməli, əgər bizə şəkil veribsə və artıq SAT bucağının 180 dərəcə olmasını veribsə, burada biz bilirik ki, bu 90 dərəcədir. Çünki bu işarəyə görə artıq bilirik, perpendikulyar əmələ gəlib 90 dərəcədir. 180-dən çıxanda 90-ı, baxın, onun qonşusu da olacaq 90 dərəcə. Sonra, bura 140 dərəcədir. 180-dən çıxırıq 140-ı, qonşusu olacaq 40 dərəcə. Digər tərəfdən bura 50 dərəcədir. 180-dən çıxırıq 50 dərəcəni. Bu bucaqda olacaq 130 dərəcə. Deməli, SAK oldu 90 dərəcə, SAL oldu 40 dərəcə, SAM oldu 130 dərəcə. Dördüncü çalışma. Bucaq DCB bucağı ona qonşu bucaq olan ACD bucağından 2 dəfə böyükdür. ACD bucağının dərəcə ölçüsünü tapın. Baxın, əgər ACD burada x-dır. Əgər DCB bucağı bundan 2 dəfə böyükdürsə, deməli bura 2x olacaq. O zaman biz x və 2x-i toplayaq. Bərabər eləyək 180-ə. Çünki cəmləri 180 dərəcə daxil. 1x-lə 2x topladıqda 3x eləyir. Bərabər 180-ə. X-i taparkən isə 180-i 3-ə bölmək lazımdır. Eləyəcək 60. Bizdən ACD bucağını istəyir. Bucaq ACD-ni istəyir. ACD bucağı da x-dən işarələm. Deməli elə x-la bərabərdir. X-dən nə tapmışıq? 60 dərəcə olacaq. 5-ci sual. OB şüası COD bucağının tənbölənidir. COD 86 dərəcə olarsa, COB bucağının və ona qonşu olan AOC bucağının dərəcə ölçüsünü tapın. Baxın, COD 86 dərəcədirsə, əgər OB şüası tənböləndirsə, tənbölən bilirik ki, bucağı yarı bölür. O zaman bu iki bucaq 86-nın yarısı 43 və 43 dərəcə olacaq. Bizdən hansı bucaqlar istəyir? Bizdən istəyir bucaq COB. Deməli, COB nə qədər oldu? 86-nın yarısı 43 dərəcə. Həmçinin bucaq AOC-ni istəyir. Bucaq AOC. Bucaq AOC isə, baxın, buradakı bucaqda. Buradakı bucaqda COB-yə qonşudur. Qonşu olduğuna görə 180-dən çıxaram 43-ü, cavabımız eləyər 137 dərəcə. Altıncı çalışma. Tənlik qurmaqla suallara cavab verin. Biri digərindən 50 dərəcə böyük olan qonşu bucaqların dərəcə ölçüləri nə qədərdir? Birinci bucaq, ikinci bucaq. Birinci bucağa deyək x, ikinci bucağa deyək ondan 50 dərəcə böyük. X üstə gəl 50. Qonşu bucaqlar da biz bilirik ki, cəmləri 180 dərəcədir. Toplayırıq, bərabər edirik 180-ə. X və x-i toplayanda 2x. Üstə gəl 50 bərabər 180-ə. 2x-i tapmaq üçün 180-dən 50-ni çıxırıq. Eləyir 130. X-i tapmaq üçün isə 130-u 2-yə bölürük. Eləyəcək 65 dərəcə. Hər birinin dərəcə ölçüsü nə qədərdir? X-in oldu 65 dərəcə. Bu isə oldu 65 və 50-ni toplayırıq. 115 dərəcə. Birinci bucaq 65, ikinci isə 115 dərəcə. Bu 6-nın A-sı idi. B-sinə də baxaq. Biri digərindən 5 dəfə böyük olan. Birinci, ikinci bucaq. Biri x olsun, biri də 5x olsun. 5 dəfə böyük, x-i 5-ə vurmaq lazımdır. Dərəcə ölçüləri nə qədərdir? Yenə qonşu bucaqlardır. Cəmləri 180 dərəcə olduğuna görə toplayıb 180 yazırıq. X və 5x-i toplayanda 6x eləyər. Bərabər 180-ə. X-i taparkən isə 180-ə 6-ya bölmək lazımdır. Cavabımız eləyir 30. İndi 30-u burada yerinə qoyaq. X olar 30. 5x isə olar 5 30-a vuranda 150 dərəcə. Və bucağın biri oldu 30, digər isə 150 dərəcə. Çalışma 7. İki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqların dərəcə ölçülərini tapın.
Bizdən şəkildə olan bütün bucaqların dərəcə ölçüsünü istəyir. A bəndi. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olan bucaqlardır. Və adından görsəndiyi kimi bucağın qarşısına dayanan bucaqdan söhbət gedəcək. Bucaq AOC bərabərdir bucaq BOD-yə, yəni bunlar qarşılıqlıdırlar. Və AOC 35-dirsə, BOD-də 35 dərəcə olacaq. Həmçinin digər tərəfdən bucaq AOB bərabərdir COD-yə, çünki bunlar qarşı-qarşıya olan bucaqlardır. Bu isə bərabərdir. Əgər AOC bizə 35 veribsə, AOB ilə AOC qonşudurlar. O zaman bu ikisi bir-birinə bərabər olduğuna görə onların dərəcə ölçüsünü tapmaq üçün 180-dən 35 dərəcəni çıxarın. Cavabımız eləyər 145 dərəcə. AOC ilə BOD qarşılıqlı oldu, AOB ilə də COD qarşılıqlı oldu. B bəndində. Bucaq LSR qarşılıqlıdır MSN-lə. MSN-lə. Yəni bunların dərəcə ölçüləri bir-birinə bərabərdir. 125 dərəcə. Bucaq LSM isə bərabərdir, yəni qarşılıqlıdır RSN-lə. Və bunlar bir-birinə bərabərdir. Bucağın dərəcə ölçüsünü tapmaq üçün isə əgər LSR 125 dərəcədirsə, MSL onun qonşusudur. Qonşu bucaqların da birliyi cəmləri 180 dərəcədir. Yuxarıda yazdığımız kimi 180-dən çıxırıq 125-ə. Bu da eləyir 55 dərəcə. C bəndinə də baxaq. PAC bucağı PAC bərabərdir KAD bucağına. Qarşılıqlı olduğuna görə 45 dərəcə olur hər ikisi. Digər tərəfdən PAK bərabərdir CAD-yə. Bunlar da qarşılıqlıdır. Bunların dərəcə ölçüsünü tapmaq üçün isə 180-dən çıxmalıyıq 45-i. Bu da eləyir 135 dərəcə. 8-ci çalışma. Şəkildə iki düz xətt kəsişir. Təsvirlərə əsasən x-in qiymətini tapın. Düz xətt kəsişirsə, kəsişmədən alınan bucaqların növünə görə biz bunları təyin etməliyik. 45 və x üstəgəl 15. Buna qarşılıqlı bucaqlardır. Yəni bir-birinə bərabər olacaqlar. X üstəgəl 15 bərabər 45. X də bərabər 45-dən çıxırıq 15-ə 30 dərəcə. B bəndində yenə bunlar qarşılıqlıdırlar. O zaman 3x üstəgəl 25 bərabər 115-ə. 3x bərabərdir. 115-dən çıxırıq 25-ə eləyir 90. X-i taparkən isə 93-ə bölürük. Cavabımız elə də 30 dərəcə. C bəndində. C bəndində bunlar qonşu bucaqlardır. Qonşu bucaqlar isə cəmləri 180 dərəcədir. Yəni 64 üzərinə gəl 2x üzərinə gəl 44 bərabər 180-ə. O zaman 2x üzərinə gəl 64 və 44 topla da 8, 108 bərabər 180-ə. 2x bərabər 180-dən 108-i çıxanda 72. X-i taparkən isə 72-ni 2-yə bölürük. Cavabımız eləyəcək 36 dərəcə. 9-cu çalışma. Kitab rəfini divara möhkəm bərkitmək üçün Kronşteyndən istifadə olunur. MBC 35 dərəcədir. Bucaqları tapaq görək hansı bucaqdan söhbət gedir. MBC, baxın bu içəridəki bucağı deyir. Buranı deyir. Bura 35-dir. MCB bu bucağı deyir. Bu bucaqda nə qədərdir? 55 dərəcədir. Və bizdə ABC, baxın buradakı bucaq üstəgəl bucaq BCD-ni istəyir. BCD, buradakı bucaq. Bu iki bucağın cəmini istəyir. Biz artıq şəkildən görürük ki, ABM açıq bucaqdır. Əgər açıq bucaqdırsa, deməli ABC bucağı ilə
MBC bucağı qonşudular. Yəni mən buranı tapmaq üçün 180-dən çıxaram 35-i. 145 dərəcə. Həmçinin MCD bucağı da açıq bucaqdır. Çünki bunun tərəfindən görsənir ki, bu 180 dərəcəyə bərabərdir. Əgər bu bucaq 55-dirsə, ona qonşu olan bucaq da, yəni MCB ilə BCD qonşu bucaqlardılar. 55-dirsə, biz BCD-ni tapmaq üçün bunu yazaq. Bucaq ABC bərabərdir. Digər tərəfdən isə bucaq BCD bərabərdir. 180 çıxılsın 55. Bu dedik 125 dərəcə. Və bizdə məsələn şərtində ABC ilə BCD-nin cəmini istəyir. ABC-ni tapdıq 145, BCD-ni tapdıq 125. Bunları toplamaq lazımdır. 145 üzərinə gəlir 125. Bu da eləyəcək 270 dərəcə cəmləri. Keçək 10-cu çalışmaya. Parkın ərazisində 3 yol kəsişir. Şəkildən istifadə edərək suallara cavab verin. Bu şəkli 10-cu çalışma. Mən vərəqdə çəkib daha aydın göstərmək istəyirəm ki, hansı bucaq nəyə uyğun gələcək. Bura C, A, M, D, M, B. Bura N-dir, burada B-dir. Baxın, bura bizə verib 35 dərəcə. Bura isə verib x üstə gəl 25. Burada heç O-dur da. Mərkəz O-dur. Və bura 7x verib. Baxaq görə bizdən hansı bucaqlar istəyir. Bucaq AO M istəyir. Bucaq MO D-ni istəyir. Bir də bucaq NO B-ni istəyir. Bərabərdir. AOM bucağı görək nəyə uyğun gəlir. A mərkəz O-dur. Mərkəzi O deyək. AOM. Baxın, bu bucağı istəyir bizdən. Bu bucaq da NOB ilə qarşılıqlıdır. Yəni 7x-dir. Burada 7x-dir. O zaman AOM-ə yazaq 7x. MOD. X üstə gəl 25-dir. Bunu istəyir. Və NOB. NOB. NOB də 7x-dir. Bərabərdir. Baxaq indi, burada qarşılıqlı bucaqlar əmələ gəldiyinə görə, bunun bildik ki 7x-dir. Bura 7x, burada 7x. 35, burada 35 olur. X üstə gəl 25, burada x üstə gəl 25 olur. Və bunların bütün cəmləri çevrənin dərəcə ölçüsünə uyğun gəldiyinə görə 360 dərəcəyə bərabər eləyib x tapırıq. Yəni, aşağıdan yazım. 35 üzərinə gəl 35. 7x üzərinə gəl 7x. Digər tərəfdən də x üstə gəl 25 üstə gəl x üstə gəl 25 bərabər 360 dərəcə. Baxın, bu yolla da yaza bilərsiniz. Tapa bilərsiniz ki, x-in dərəcə ölçüsü necədir? Bu birinci yol. İkinci yolla isə, əgər bu tənlik sizə çətin gəlirsə, açıq bucağın üzərində də tapmaq olar. Məsələn, M, N, O, D. N, O, M. Bu açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü bilirik 180 dərəcədir. O zaman x üstə gəl 25, 35 və 7x. Bunları toplayıb 180-ə bərabər edib həll eləyə bilərsiniz. Yəni, ikisi də əslində yenə cavab alınacaq. 35 üzərinə gəl 7x bərabər 180-ə. Gəlin ilə ikinci ilə həll edək. İkinci daha sadədir. 7x ilə x toplayıram 8x. Üzərinə gəl 25 ilə 35-i toplayıram. Eləyir 60. Bərabər 180-ə. 8x bərabər 180-dən çıxıram 60-ı 120. X-imiz bərabər olacaq 120-ni 8-ə böləndə 15. İndi gətirək burada yerinə qoyaq. 7-ni vuraq 15-ə. Eləyəcək 105 dərəcə. 15 və 25-i toplayaq. Eləyəcək 40 dərəcə. 7x digərdə elə 105 dərəcə olacaq. Yəni, bu tənlik çətin gəlirsə, fərq yoxdur. Yəni, sonda eyni cavab alınacaq. İstəsə elə ikinci ilə birbaşa həll eləyə bilərsiniz. İkinci sualda bizdən nə soruşur? AON bucağının dərəcə ölçüsünü fərqli üsullarla necə tapmaq olar?
AON. AON bax bu bucaqdır. Bu bucağı deyir. Fərqli üsulları necə tapmaq olar? Üsulun biri odur ki, bucaq AON bərabərdir. X artıq 15 tapmışıq, axı gətirib yerinə qoyaq. 35 üzərinə gəl, x üzərinə gəl, 25 bərabərdir. 35 üzərinə gəl, 15 üzərinə gəl, 25. Bu da bərabərdir 75 dərəcə. İkinci yol isə o ola bilər ki, 180-dən çıxaram. Çünki burada N bucağı açıq bucaqdır. Açıq bucağın bir tərəfi 7x-dır, digər tərəfi isə 35 üzərinə gəl, x üzərinə gəl, 25-dir. Yəni AON bucağıdır. Əgər biz AON-u 105 dərəcə tapmışıqsa, AON də bərabər olar 180 çıxılsın 105-ə. Bu da elə 75 dərəcə. Yəni hər iki üsuldan istifadə etməklə bucaq